Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayətləri ilə bağlı birgə məlumat yayıb. Rəsmi məlumatda cinayətin üstünün açıldığı bildirilib. Qeyd olunub ki, mayın 24-də Gədəbəy rayonu Kəlaman kənd sakini 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsi müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışları keçirilib, zərər çəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib. Məhkəmə tibbi, məhkəmə genetik kompleks məhkəmə və məhkəmə genetik ekspertizaları təyin olunub, sorğular verilib və digər zəruri istintaq əməliyyat axtarış hərəkətləri icra olunub. Mayın 30-da gecə saat 1 radələrində zərər çəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komissiyon məhkəmə tibbi ekspertiza təyin edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.